Salam, hər vaxtınız xeyir olsun. Bugün Cənub mətbəxinə aid olan çölmə ləvəngini fərqli qaydada hazırladım və yeyən hər kəs çox bəyəndi. Resepti sizinlə də paylaşıram. Keçək hazırlanmasına. Tavaya biraz kərə yağ əlavə edirəm. Yağ əridikdən sonra əvvəlcədən hissələrə bölüb, yuyub, duzlayıb istiyotladığım çolpanı tavada o yüz bu yüz qızardıram. Doğradığım soğanları toyuğun üzərinə əlavə edib, birlikdə soğanlar qovrulub rəngi dəyişənə qədər ara bir qarışdıraraq qovururam. İstəsəniz soğanları blenderdən də keçirə bilərsiniz. Soğanlar qovrulandan sonra bura blenderdan keçirdiyim 250 qram qozu və biraz da adi su əlavə edirəm. Sonra üzərinə zövqə görə duz, istiyot, sarı kök, paprika, zəncəfil və yaxşı olar ki, alça turşusundan istifadə edəsiniz. Məndə alça turşusu olmadığı üçün bir dolu xörək qaşığı zoğal turşusu əlavə etdim. Ən sonda isə üzərinə yarım limonun suyunu sıxıb, qapağını örtüb vam odda bişməyə qoyuram. Plovu dəmləyəcəyim qazana biraz kərə yağ əlavə edib, hazırladığım qazmağı qazanın dibinə yayıram. Adi qaydada bişirib süzdüyüm düyünü də bura əlavə edirəm. Üzərinə sarı kök səpib oyuqlar açıram və üzərinə əridilmiş kərə yağ əlavə edib 1 saatlıq dəmə qoyuram. Artıq yeməyimiz bişib hazırdır. İnanın ki, dadına söz ola bilməz. O qədər ləzzətli alındı ki, bir neçə gün sonra yenidən bişirdim. Sizlərə də hazırlamağınızı tövsiyə edirəm. Allah hər kəsə bol ruzi bərəkət nəsib etsin. Videonu bəyənib kanalıma abunə olub paylaşaraq dəstək olsanız çox şad olaram. Sağ olun.